Yəni sözümü nəyə gətirib çatdırıram ağa? Misal üçün sən Azərbaycanda bu avtomobili bu kredit şərtlərini ala bilmirsən. Azərbaycanda maşınlardan bunu kreditlə almış. Kapat. Kapat. Nağdı verən burada da verir, amma ki kredit şərtləri ilə bu avtomobillərə sahib ola bilirsiniz. Fərq odur. Misal üçün aylıq 300, 400, 500 avro ödəməklə istənilən BMW modelinə demək olar ki, əl çatandır. Yəni sözümün canı odur. Ümumiyyətlə videoların bir neçə yerində bunlara toxunmuşam. Sadəcə ətraflı məlumat heç vaxt verməmişəm. Avtomobili ya leasing şərtləri ilə yeni avtomobil ala bilirsiniz və yaxud da ki avtokreditlə, misal üçün ikinci əl avtomobildə avtokreditdə alıb sala bilirsiniz. Leasing şərtləri odur ki, misal üçün yeni 0 kilometr avtomobili kirayə eləyirsiniz ömrü boyu. 3 ildən sonra gətirirsiniz avtomobili yenidən qoyursunuz. Məsələn 2025-də, 28-ci ildə gəlirsiniz, yenidən bir avtomobil götürürsünüz. Yenə onun başlayırsınız ödənişini eləməyə və ömrü boyu avtomobil sizin olmur, amma ömrü boyu da yeni avtomobil idarə edirsiniz. Bu tip bir müsbəti, mənfiləri var. Avtomobili